Salamlar dostlar. Aylar önce bir proyektə başladım. Həvəskar radio üçün qida bloku hazırlayırdım. Təxminən bir 5-6 ay çəkdi bu proses. Axır ki yekunlaşmaq üzrədir və istəyirəm bu proyektin bəzi hissələrini sizlə bölüşüm. Həmin proses ərzində başıma gəlməyən qalmadı. İstər dizayn cəhətdən olsun, istər metal korpusun düzəlməyi, material seçimi və s. Bir sürü problemlə qarşılaşdım və bir sürü yaxşılaşdırma elədim bu proyektin üzərində. Cihaz bir qida blokudur. Qida bloku radiostansiyanın, yəni transieverin qida blokudur. Kənardan bir yerdən indi şəklini qoyacağım hansı qida blokuydu. Ən çox satılan, məşhur olan Həvəskar radio qida blokudur. Sadəcə onun çatışmayan, mənə görə çatışmayan hissələri var idi. Onları fikirləşdim ki, dəyişməliyəm. Başqa bir qida bloku düzəltməliyəm həmin bazanın üstündə. İlk xoşuma gəlməyən şeyi ekran rənginin mənim transieverlərin ekran rəngi ilə eyni olmamağıdır. Onu da burada bir yerdə yerləşdirəcəm. Açıq mavi rəngdə bir ekranı var idi, amma mənim transieverlərimin ekranları hamısı kök rəngidir. Yəni turuncu rəngdədir. Onları bir-bir yerləşdirəcəm. Transieverlərin ekran rənglərini istəyirəm ki, hamısı eyni rəngdə olsun. Ona görə məcbur dəyişdim. Qida blokunun ön paneli demək olar hazırdır. Sadəcə lazer gravirovka ilə yazılar yazılacaq. Burada 65 Watt Power Delivery çıxışlı bir modul qoymuşam. O da kanalda videosu var. Yüngül test elədiyim bir videosu var. 2 dənə USB-A portu var. Hərəsi 24 Wattlıq. Sonra 30 amper 13.8 volt çıxış var. 3 potensiyometr var. Biri burada gördüyünüz kimi switchlə 13.8 volt sabit və adjust eləmək üçün 9 voltdan 15 volta qədər bu potensiyometrlə nizamlanacaq. Bu isə noise offsetdir. Əgər hansısa bir harmonika düşərsə, qida blokunun içində, daxilində olan tezliyi bir balaca sürüşdürməklə həmin tezliyə düşməməsini əldə etmək üçündür. Bu isə PWM fan kontrollerdir. Bu ümumilikdə bir qutuya yığılacaq və həmin qutunun arxasında rək kabin deyək də, rək kabinin arxasında bir 120 mm-lik PWM fan olacaq və həmin fanı sürətini azaldıb artırmaq bu potensiyometrlə mümkün olacaq. Burada isə 3 dənə switch görürük. Bu switchlərdən biri power'dır, yəni 220 gərginliyin gəlməyi üçün. Mavi olan USB yuvalarını aktiv eləyəcək. Hər hansısa bir notebook, telefon, digər əl rasiyası onları şarj eləmək üçün, misal üçün sahədə işləməyə, efirdə işləməyə getdiyinizdə əlavə adapter və s. aparmağa ehtiyac qalmayacaq. Hər şey, adapter və s. hamısı bunun içində olmuş olacaq. Bu mavi ona yarayır və dediyim kimi rəkin içində bir işıqlandırma olacaq. O da kök rəngi. Bu lampa rənglərini ona görə seçmişəm. Mavi işıq bunların mavi işıqlarıdır. İçində mavi işıqlandırması var. Bu kök rəngi olan isə, turuncu olan isə baxacaq içərinin turuncu işıqlandırmasına. Nəyə görə? Çünki işlətdiyim radiostansiyaların bəzilərində düymələrin altları işıqlanmadığı üçün qaranlıqda işləmək çətin olur. Ona görə də bu qutu aydınlatmasını, işıqlanmasını ona görə əlavə etmişəm. Və rəng kodlaması da ona görədir. Mavi işıq, sarı işıq, sarı işıq. Kök rəngi belə daha doğrusu desək. Bu ekranın dediyim kimi rəngini dəyişmişəm. Əvvəl açıq mavi idi. Artıq kök rəngi işıqlanır. Keçək iç hissəsini göstərim sizlərə. Demək, bu hissədə həmin o 3 gördüyümüz potensiyometrdir. Bu noise offsetin konnektorudur. Bunların hamısını krimp eləmişəm və sökülüb yığılan bir
hala gətirib çıxartmışam. Bu çıxış işıqlanmanındır və PWM fan üçün yenə belə bir çıxış var. Bunun arxasında əlavə kabellər var. Bunlar qida blokunun arxasına çıxacaq. İndi video ilərlədikcə görəcəksiniz. Bu isə həmin o bəhs etdiyim 24 wattlıq USB-A çıxışlarıdır. Hamısını isti silikonla yapışdırmışam. Bu ikincidə sifariş eləyərkən birini 220, bunun daxili işıqlanması var bu düymələrin. Bu 220 ilə işləyən versiyadır. Bu isə 12 ilə işləyən versiyalardır. Ona görə bura kiçik bir relé də qoymuşam ki, relé 12 voltdan işləsin, amma kontaktlarından 220-ni ayırsın və birləşdirsin. Bu formada bu 65 wattlıq PD modulun videosu kanalda var. Kiçik bir incələmə videosuydu, ona da baxa bilərsiniz. Burada da PWM fan dövrəsidir. Bunu da özüm dizayn edib hazırlamışdım. Çox sadə bir şeydir. NY555 ilə 78-12 var. Burada nəyə görə 78-12 qoymuşam? Burada 13.8 voltdur. Amma fan özü 12 ilə işlədiyi üçün 78-12-dən keçərək 12 volta çevirir. Sonra fana gedir. 13.8 olduğu zaman fanın daha səsli işləməsinə səbəb olacaq. Ona görə qərar verdim ki, 78-12 orada mütləq olmalıdır. Ümumilikdə belə, bu isə həmin o adjust eləmək və sabit 13.8-i vermək üçün olan switchdir. Bu banan konnektorlar isə 30 amperlik yaxşı, güclü bir banan konnektorlardır. Hal-hazırda bu USB portlarına qida blokundan 20 volt 2 amper vermişəm. Yandırdıqda görürsünüz içində mavi işıqlanması var. Amma PD portu Type-C olan isə sadəcə yük altında işığı yanır. USB-ni taxdıqda həmən bu işıq yanır. Bu mənim əvvəl düzəltdiyim korpusdur, daha kiçik idi. İndi bu metal hissə başqası ilə dəyişəcək. Çalışacağım buradan göstərə bilim. Bu noise offset'in konnektorudur. Bu isə keçəcək öz növbəsində öz yerinə. 220 gərginliyi verək. Gördüyünüz kimi ekran artıq kök rəngidir. Adjust vurduğumuz zaman hal-hazırda adjust rejimindədir. 8 voltdan 15 volta qədərdir. Amma hər ehtimala qarşı %13.8 biraz az eləyək. Switch eləyim. İndi çevirirəm daimi 13.8-ə. Artıq 13.8-imiz buradadır. Və noise offsetimiz də hər zamanki kimi işləyir. Hal-hazırda müşahidə edə bilmirik. Amma belə bir şeydir. Bu həmin o dediyim kimi radiostansiyaların ekranının rəngindədir. İndi arxa tərəfdə onu necə dəyişdirmişəm, onu da izah edəcəm. Bu ekranın arxa işıqlandırma hissəsi var. Burada anod katod olaraq keçir. İçində iki ardıcıl bağlanmış SMD LED-dən ibarət idi. Əvvəl ağ rəngi idi. Mən onları sadəcə söktüm və kök rəngi olandan dəyişdirdim. Və nəticədə ekranın rəngi dəyişmiş oldu. Bu hissəni yenə qayıdacaq. Bu tam bitəndən sonra bir bu hissə haqqında bir bölüm olacaq orada da. Başqa bu ön hissədə nələrimiz var? İçərdən bu server rəkləri üçün olan M6 qayqalardan var. Dizayn eləyəndə o formada eləmişdim ki, birbaşa içinə keçə bilsin və kleylə bunları yapışdırmışam ki, sabit qalsınlar yerlərində. Bu metal hissə bitəndən sonra metal hissə keçəcək buna və bu boltlardan bağlanacaq. Yenidən qaydaq qida bloku hissəsinə. Dediyim kimi bir neçə variant eləmişdim.
Hətta o variantların bir hissəsini göstərə də bilərəm. Əvvəlki versiyalarda arxa panel sadəcə bu idi. Ön panel isə belə bir şey idi və bunların çərçivələri. Çox qısa oldu, heç nə yerləşmədi deyə bunları ləğv elədim. Bu bəlkə də artıq 7-ci, 8-ci cəhdi. Ona görə bu alt metal isə ümumilikdə dəyişəcək. Daha doğrusu kəsilib, hazırdır. İndi alt hissənin də funksionallığından danışacağım. Bu qida blokunun orijinalında bu hissəni unudaq, ancaq bu tərəfə baxaq. Şəklini yenə yerləşdirəcəm burada bir yerdə. Burada termal switch var idi. 50 dərəcəyə qədər. Mən onu dəyişdirdim, 40 dərəcəlik qoydum. Və ondan çıxış arxa hissənin bu fanı ki var. Bura həmin bu konnektorla birləşəcək. Bu alüminium hissə spacerların üstündə dayanıb, dəmir korpusa bağlanıb. Onun da altından belə bir pərdə olunur ki, hava axışı bu tərəfdən olsun ki, alüminiumu soğuda bilsin. Yəni fan çölə atacaq, buradan hava daxil olacaq. Bu isə sadəcə laptop adapterdir, şarj cihazıdır. Korpusunu sökmüşəm, 3D printerdən bir hissə düzəltdim, bura bağladım. Bunu gələcəkdə dəyişib daha yuxarı wattlı bir şey qoyacağım. Hal-hazırda 65 wattlıqdır. 24, 24 və 65 daha yuxarı eləyir. 90, 95 daha yuxarı gücü olan bir qida bloku tapsam, ondan dəyişdirəcəm. Növbətisində zaten bu pərdələr daha genişdir və ora daha böyük qida bloku yerləşə bilir. Bu sadəcə köhnə olandır. Sadəcə bunun üstündə göstərmək istəyirəm ki, nələr var. Korpus axır ki gəldi. Bir hissəsini yığdım. Konnektorlarını və s. hamısını düzəltdim. Bu ön tərəfdəki USB şarj yuvalarının konnektorudur. 65 wattlıq bir adaptera bağlanacaq. Onun qidalanmasıdır 220 xətti. Bu qida blokunun ekran tərəfin qida bloku tərəfi ilə birləşməyi üçün olan siqnal xəttidir. Bu qida blokunun 220 bəsləməsinin konnektoru. Bu isə 13.8 voltun çıxışı. Arxa tərəfdəki banan konnektorlara gedir. Həm də eyni şəkildə çalışacağım göstərim. Bu ön tərəfin banan konnektorlarına gedir. Arxa tərəf isə power socketdir, qoruyucudur və power switchdir. Banan konnektorlardır və fandır. Burada isə qutu işıqlandırması üçün olan çıxışdır və fanın çıxışıdır. Buna da konnektor vuracağım. Hələ ki vurmamışam. Və bu hissə iki konnektordan ibarətdir. Yəni arxanı və qabağı ayrı sökmək olur, tam ayırmaq olur. Bütün konnektorları ona görə dizayn eləmişəm. Daha doğrusu düzəltmişəm ki, hamısı bir-birindən ayrıla bilsin. Sahədə olanda əgər nəsə bir hadisə baş versə, tam söküb, tam yığmaq mümkün olsun. Bu da bizim alt hissədir. 13.8 voltun qida blokunun dövrə kartı 13.8 volt və buradan 19 volt yarım 4.7 amper olmalıdır. Səhv eləmirəmsə. İç hissənin birləşmələrini elədim. Power xəttləri qoşulub. Bunun da eyni şəkildə. Sadəcə bu konnektorlar qısa olduğuna görə bağlamamışdan öncə bunu və bu birisi ikinci konnektoru taxmaqla tam hazır vəziyyətə gətirmək olacaq. Cihazın korpusu yığıldı. Arxa hissədən yandırdıq. Ön hissədən yandırdıq. Bu bizim USB yuvalarını aktiv edir. İçində mavi işıq yanır, bilmirəm görsənir yoxsa yox. Bu isə ümumi kutu aydınlatmasını eləyəcək butondur. Buradan eyni şəkildə USB yuvalarını söndürə də bilirik. İndi USB yuvalarının necə işlədiyini də göstərməyə çalışacağım. Əl ratsiyasını
əl telsizini belə deyək şarj eləməyə çalışacağım. Qoşdum. Ağır verən kimi başladı şarj olmağa. Eyni şəkildə telefon da şarj eləyə bilərəm. Sadəcə telefon hal-hazırda video çəkdiyi üçün onu eləyə bilmirəm. Başqa bir şey eləyə bilərəm. Type-C-dən şarj almağa çalışaq. Bu GoPro-nu şarj eləyəcəm Type-C-də. Belə bir açara taxılan USB almışdım. Onu da yoxlamış olaq. Type-C-ni taxdıq. Mavi ışıq yandı və GoPro hal-hazırda şarj olur. Bu formada həm bu, həm də GoPro eyni vaxtda şarj olur. Hətta bura başqa bir cihaz da taxa bilərik. Üçüncü cihazı da gətirim. Məndə belə bir Nightcore-un F1 modeli var. Hal-hazırda üstünə 21700 batareya taxmışam. Micro USB. Powerbank kimi də istifadə eləmək olur. Bunu taxdıq. Eyni zamanda bunu da taxaq və görürük ki, hal-hazırda şarj gedir. Hal-hazırda 3 ayrı portun 3'ü də şarj eləyir. Birazdan bunu transivera qoşub da yoxlayacaq və fan çıxışını, işıq aydınlatmasını da eyni şəkildə test eləyəcək. Bu hissəni sonlandırmadan öncə nəyi göstərmək istəyərdim? S60P avianı bu güc stansiyasından işlətməyi. Yəni kabel həmin kabeldir. 65 wattlıq bir lehim qələmidir. Start verək. Yəni sahədə işləyərkən hər hansı bir ehtiyac olarsa problemsiz lehim də eləyə bilərsiniz. Bu da başqa bir üstünlük. Arxa hissənin konnektorlarını birləşdirdim. Buradan da fanı qoşmuşam və işıq bu müvəqqəti bir işıqdır. LED göstərmək üçün. Gərginliyimizi verək. Hal-hazırda fan ən aşağı dövrdədir. Bu isə maksimalı. Bu qutuda dayanacaq. Bunlar hamısı bir rəkin içində olacaq. Fan səsini narahat eləməsin deyə azaldıb işləmək olar. Düzdür, səssiz fandır, amma yenə də bu üçüncü bizim işığımızı aktiv eləyir. Bu da qutunun içində olacaq. Üst tərəfdən qoşulacaq. Yəni gün ərzində yanılı olmayacaq. Qaranlıq bir ortamda olduğumuz zaman bu işığı istifadə edəcəyik. Icom 718-in arxasına power'ı bağladım konnektorlarına və 200 wattlıq bir Amilod bağlamışam. Şimdi ön tərəfə keçək. Start verək. Hal-hazırda antena qoşulmayıb. Mən yenə də səsi azaldım. Keçək 7 misal üçün 200'lərdə bir yerdə RTTY rejimi, gücü maksimalda, RTTY rejimində amperaja diqqət eləyək. 100 watt çıxır və 15 ampera yaxın bir sərfiyyat. RTTY rejimi yenə 100 watt. TX veririk. 18 ampera yaxın bir sərfiyyat var. Hardansa noise gəlir. Belə. Bəyəndinizsə bəyənməyi, abunə olmağı unutmayın.
Buna bənzər videolar çox gələcək, yəni gələcəkdə çox olacaq. Hamıya 73-lər.